Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə bə'du, əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Fəthul Məcid li şərhi kitab-ı Tövhid. Yəni, davam edirik Tövhid kitabının şərhinə. Birinci fəsildə qalmışdıq və bugün inşallah birinci fəsildə müəllifin gətirdiyi ikinci dəlillə başlayırıq. Və Allah Azza və Cəllə buyurur ki, وَلَقَدْ بَأَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Yəni biz tağutdan çəkinsinlər və Allaha ibadət etsinlər deyə hər bir ümmətə rəsullar göndərmişik. Tağutdan çəkinib Allaha ibadət etsinlər deyə hər bir ümmətə rəsullar göndərmişik. Bu ayədən nə fayda çıxır? Deməli, Allah Əzzə və Cəllə rəsulları şirk edən qövmə göndərirdi. Tağutdan çəkinsinlər və Allaha ibadət etsinlər deyə hər ümmətə rəsullar göndərmişik. Və təbii ki, rəsullar gələndə hər bir ümmətə, o ümmət iki yerə bölünürdü. Yəni, bir rəsul bir ümmətə gələndə, ümmət iki yerə bölünürdü. Bir, rəsulun dəvətinə icabət edənlər, rəsulun dəvətini inkar edənlər. Yəni, bir rəsul bir ümmətə gəlirdisə, o ümmət iki yerə bölünürdü. Dəvətə icabət edənlər və dəvəti inkar edənlər. Ət-tağut muştaqqun minət-tuğyan. Tağut, tuğyan sözündən törənir. Və huvə mücavizətul hədd. O da nədir? Həddi aşmaq deməkdir. Yəni, tağut, tuğyan sözündən törənib və həddi aşmaq deməkdir. Qalə Umar ibn-i-Xəttabi radiyallahu anhu. Yəni, Ömər ibn-i-Xəttab, Allah ondan razı olsun, buyurur ki, Ət-tağut əş-şeytan. Tağut şeytanın özüdür. Və qalə Cəbir radiyallahu anhu, Ət-təğavitu kuhhanun kənət tənəzzəl aleyhim şeyatin. Tağutlar kahinlərin özüdür, hansı ki, onların üzərinə şeytanlar nazil olur. Və bunu İbn Hətim rəvayət edib. Və qalə Məlik, Ət-tağut kullu mə ubidə min dunillah. Tağut Allahdan başqa ibadət olunan hər bir şeydir. Allahdan başqa ibadət olunan hər bir şey tağutdur. Həmçinin İbn Kəsir rahiməhullah buyurur ki, Ət-tağut əş-şeytan və mə zəyyənəhu min ibadəti qeyrillah. Tağut şeytandır və Allahdan başqasına ibadəti gözəlləşdirən hər şeydir. Yəni, Allahdan başqasına ibadət edənlər üçün o ibadət olunan şey onlara gözəlləşdirilib. Kim tərəfindən? Şeytan tərəfindən. Ona görə də tağut elə şeytanın özüdür. Qultu, mən deyirəm. Kim deyir? Abdurrahman bin Həsən, şərhçi. Və zəlikə əl-məzkur bə'du əfrad. Yəni, burada zikr olunan tağutların bəzi əfradlarıdır. Yəni, bəzi növlərdir. Fəqad həddəhul Allamə İbn-i Qayyim rahiməhullahu teala həddən cəmiən. Deyir ki, tağudu İbn-i Qayyim rahiməhullah cəm bir formada, yəni həddini bildirmişdir. Və deyir ki, Ət-tağut mə təcəvəzu bihil əbdu həddəhu min mə'budin əv mətbu'in əv muta'in. Yəni, tağut qulun həddini məbudlarda aşması, tabi olunan şeylərdə aşması və itayət olunan şeylərdə aşmasıdır. Deməli, məbudlarda həddi aşmaq, tabi olunan şeylərdə həddi aşmaq və itayət olunan şeylərdə həddi aşması tağutdur. Və tağut kulli qavmin. Hər bir qövmün tağuta nədir? Mən yətəhəkamu ileyhi qeyrillahi və rasulihi. Yəni, Allah və Rəsulundan qeyri başqalarının önündə mühakimə olunanlardır. Əv yə'budunahu min dunillah və yaxud da Allahdan başqasına ibadət olunanlardır.
Əv yəttəbi'unəhu alə qeyri bəsirəti minəllah. Yaxud da Allahdan qeyri bəsirət üzrə tabe olunanlardır. Əv yuti'unəhu fimə la ya'ləmunə ənəhu ta'atullah. Və yaxud da yəni filan şey Allaha itaətdir bilmədən onlara itaət olunanlardır. Və həzə təvəqitul alim. Bunlar da hansı tağutlardır? Alim olan tağutlar. Elə deyilmi? Alim olan tağutlar, misal üçün kitab əhlində Allahın halalını haram, haramını da halal edənlər və onlara tabe olanlar kimlər idi? O halalı haram edən, haramı da halal edən alimlər idi. Onlar tağutlar idi. Və onlara da tabe olurdular. İzə təəmməltəhə və təəmmələt əhvəlun nəsi məəhə, yəni sən o alimləri düşünsən və o alimlərlə yanaşı insanların onların yanındakı halını, əhvalını düşünsən, rəəytə əksərhum a'rədə ən ibadətillahi təala ilə ibadəti tağut. Sən görərsən ki, onların çoxu Allaha ibadətdən yayınıb tağutlara ibadət edirlər. Sən deyir o sadaldığım alimləri və onların yanında olan insanların halını fikirləşsən, görərsən ki, onlar Allaha ibadəti buraxıb həmin o tağutlara ibadət edirlər. Niyə? Çünki onlar Allahın halalını haram, haramını halal edir. Və bu insanlar da ona tabe olur. Deməli, onlar Allah Subhanahu taalaya ibadəti buraxıb həmin o tağutlara ibadət edənlərdir. Və an ta'atillahi və rasulihi ilə ta'ati tağavut və mutabiyyətuhu. Həmçində onlar Allah və Rasuluna itaati buraxıb həmin o tağutlara tabe olaraq itaat edənlərdir. Və əmmə mənəl ayə, ayənin mənasına gəlincə, hansı ayənin? Və ləqəd bəəsnə fi kulli ümmətin rəsulən anibudullaha və ictanibut tağut. Yəni biz tağutlardan çəkinsinlər və Allaha ibadət etsinlər deyə hər bir ümmətə rəsul göndərdik. Bu ayənin mənasına gəlincə, və əxbərə təalə ənəhu bəəsə fi kulli taifətin minən-nəs rəsulən bihədihil kəlimə. Yəni Allah Taala bizə xəbər verir ki, biz rəsulları hər bir insan topluluğuna bu kəlmə ilə göndərdik. Hansı kəlmə ilə? Anibudullaha və ictanibut tağut. Yəni tağutdan çəkinin, Allaha ibadət edin kəlməsi ilə göndərdik bütün peyğəmbərləri. Əslində bu kəlmənin mənası hara vurur? Əslində la ilahə illallah. Yəni biz tağutdan çəkinin və Allaha ibadət edin deyə hər bir rəsulu öz ümmətinə göndərdik. İbudullaha vahdə. Yəni Allah, tək olan Allaha ibadət edin. Vətruku ibadə mə sivəhu. Ondan başqasına ibadəti isə tərk edin. Kəmə qalə Allahu Teala. Necə Allah Azza və Cəllə başqa bir ayəsində buyurur ki, فَمَنْ يَكْفُرْ بِالتَّاغُوتِ وَيُؤْمِنْ بِاللَّهِ. Bu ayənin bu hissəsinə fikir verin. Kim tağutu inkar edib Allaha iman edərsə. Deməli, bu ayədə Allah Azza və Cəllə bizə nəyi bildirir? Allaha imanın şərti. Şərt nə idi? Yəni Allaha imanın şərtini Allah Taala necə buyurur? Və men yakfur bit tağut. Sən Allaha imanın yerinə yetirmək üçün tağutu inkar eləməlisən. Deməli, Allaha imanın şərti tağutu inkar etməkdir. Və men yakfur bit tağut və yu'min billah. Kim tağutu inkar edib Allaha iman edərsə, faqad istamsaka bil urvatil vusqa. O sağlam bir qulpdan yapışmış olan, lən fisəmə ləhə, yəni qırılmayan. Yəni o elə qulpdur ki, ondan yapışmısan və qırılmır o qulp. O qulpdan yapışmanın da yəni şərti nədir? Tağutu inkar edib Allah Subhanahu və Teala'ya iman etməkdir. Həmin o urvatul vusqada necə bu ayənin mənası da nədir? La ilahə illallah kəlməsidir. Həmin o urvatul vusqa, qırılmayan möhkəm ip nədir? La ilahə illallah. Təsdiq,
İnkar və təsdiq. Və mən yakfur bit-tağut və yu'min billah. Və innəhə hiyəl urvatul vusqa. Həmin o la ilahə illallah elə möhkəm, qırılmayan ipin özüdür. Həmçinin İbn Kəsir rahimehullah buyurur ki: "Və kulluhum yad'u ila ibadatillah və yanha an ibadati ma sivahu." Onların hamısı kimlər? Rəsulların hamısı tək olan Allaha ibadətə dəvət etmiş və ondan başqasına ibadət etməyi isə nəhy etmişdir. فَلَمْ يَزَلْ تَعَالَى يُرْسِلُ الرُّسُلَ بِذَلِكَ مُنْذُ حَدَثَ الشِّرْكِ فِي قَوْمِ نُوحٍ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ. Allah Azza və Cəllə ardı arası kəsilmədən rəsulları bunun üçün göndərib. Nə vaxtdan? Nuh qövmünün də şirk çıxandan etibarən ta Allah Rəsulü sallallahu aleyhi ve səlləmə qədər Allah rəsulları göndərib ard-arda ki, tağutdan çəkinin, Allaha ibadət edin. Və kənə əvvələ rəsulin bə'thəhullahu teala ilə əhlil ərd إلى أن خاتمهم بمحمد صلى الله عليه وسلم الذي طبقت دعوته الإنس والجن في مشارق والمغارب وكلهم. Yəni Allah Azza və Cəllə yer üzünə ilk rəsulu Nuhu göndərmişdir. Çünki şirk Nuhun qövmündə baş vermişdir. Yəni Nuhun qövmündə yer üzündə şirk baş vermişdir. İkinci dalğa isə İbrahim əleyhissalamın vaxtında göy cisimləri ilə artıq Allah şirk edirlər. Məhz ona görə də Allah Taala Quranda bizə xəbər verir ki, Allah öz kitabını və rəsulluq zürriyyətini kimə verir? Nuh ilə İbrahim əleyhissalama. Yəni bütün rəsullar və nəbilər onların nəslindən çıxmışdır. Çünki yer üzündə ilk şirk Nuhda baş vermiş əleyhissalam. Göy cisimləri ilə şirk İbrahim əleyhissalamın vaxtında olmuşdur. Onların sonuncusu isə Muhammed sallallahu aleyhi və səlləmdir ki, o məşriq və məğribdə bütün cinləri və insanları tək olan Allaha ibadətə dəvət etmiş, ondan başqa ibadət olunanları isə tərk etməyini əmr etmişdir. Necə Allah Azza və Cəllə bu haqda buyurur ki, وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونِ. Biz səndən öncə elə bir rəsul göndərməyək ki, ona belə vəhy etməyək. Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və mənə ibadət edin. Yəni biz səndən qabaqki rəsullara da bunu demişik. Yəni biz səndən qabaq elə bir rəsul göndərmədik ki, o rəsula belə vəhy etməyək. La ilahə illallah. Yəni Allahdan başqa ibadətə haqq olan məbud yoxdur və mənə ibadət edin. Yaxşı, bu ayə ki var, və ləqad bəəsnə fi kulli ümmətin rasulan an ibudullaha və ictənibut-tağut. Yəni biz hər bir ümmətə, yəni tağutdan çəkinib Allaha ibadət etsinlər deyə elçilər göndərdik. Və keyfə yəsuğu liəhdin minəl müşrikin bədə həzə ən yəqul. Müşriklərə bu ayədən sonra necə ola bilər ki, müşriklər bu sözü desin? Ləv şəəllahu mə əbədnə min dunihi min şey. Əgər Allah istəməsəydi, biz ondan başqasına ibadət etməzdik. Bu ayədən sonra müşriklərə necə icazəlidir ki, bu sözü desin? Əgər Allah istəsəydi, biz ondan başqa heç bir şeyə ibadət etməzdik. Yəni bu müşriklərin gətirdiyi hüccət. Məşiyyətullahi Teala şər'iyyə anhum mənfiyyə. Allahın şərii istəyi onlar barəsində nədir? Qadağan olunur. Allah Subhanahu və Teala'nın şərii istəyi müşriklər barəsində qadağan olub. Deyirik. لِأَنَّهَا نَهَاهُمْ أَنْ ذَلِكَ عَلَى لِسَانِ الرُّسُلِ. Çünki zaten Allah Azza və Cəllə rəsulların dili ilə şirki qadağan etmişdir. Bundan sonra
heç bir müşrikin belə söz deməyinə haqqı yoxdur. Çünki zaten Allah Taala rəsulların dili ilə şirki qadağan edib. Deməli, bu ayə ilə sabit oldu ki, Allahın şərii istəyi müşriklərə qarşı qadağandır. Və əmmə məşiyyətuhul kəvniyyə, lakin Allahın kovni istəyi, əzəli istəyi qədəri olaraq onların üzərində təmkin olunub. Və la hüccətə ləhum fihi, və bunların bu şeydə Allaha qarşı hüccəti yoxdur. Ləənnəhu təalə xaləqən nər və əhləhə minəşşəyatin vəl kəfərə. Çünki Allah Taala cəhənnəmi yaradıb. Nə üçün yaradıb? Və onun əhlini yaradıb. Allah Taala cəhənnəm yaradıb və onun əhlini yaradıb. Və biz də bilirik ki, Allah Taala'nın yaratması onun hikmətinə bağlıdır yoxsa yox? Qüdrətinə bağlıdır yoxsa yox? Elminə bağlıdır yoxsa yox? Yəni Allah Taala cəhənnəm və onun əhlini elə belə yaratmıyor. Deməli, Allah Taala'nın kovni istəyi onlar haqqında keçərlidir. Və huwa la yarda li ibadihil kufr. Halbuki Allah Taala qullarında küfrə razı deyil. Və lahu fi zalik hüccətun baligha və hikmetun qatiyə. Allahın bu haqda hüccəti tam və qəti hikmətli, qətidir yəni. Hikməti kəsicidir bu haqda. Biz bunu hardan bilirik? Həmin sözü gedən ayənin arxasınca. Fikir ver. Allah Taala nə deyir? Və laqad ba'athna fi kulli ummatin rasulan an ibudullaha və ijtanibut tağut. Biz tağutdan çəkinsinlər və Allaha ibadət etsinlər deyə hər bir ümmətə rəsul göndərdik. Dalınca nə deyir? Və minhum mən hadallah və minhum mən haqqat alayhi dalalə. Allah onlardan kimisini hidayət etdi, həmin o rəsulların əli ilə, kimisinin də üzərinə haqq söz vaqe oldu. Haqq söz hansıdır? Allah Taala deyir başqa ayədə: mən cəhənnəm üçün cinlər və insanlar yaratdım. Mən cəhənnəmi cin və insanlarla dolduracam. Allah Taala ayənin ikinci hissəsindən qabaq hüccət verib verməyib. Mən hər bir ümmətə tağutdan çəkinsinlər və Allaha ibadət etsinlər deyə rəsullar göndərdim. Həmin o göndərdiyi rəsulların dili ilə də şirki qadağan edib. Ayənin dalı nə deyir? Allah Taala onlardan kimlərini hidayət etdi, kimlərinin də üzərinə zəlalət haqq oldu. Və hazihi, yəni indi gəlirik o hikmətə. Və hazihil ayətu tufəssirul ayətu qabləha. Yəni bu ayə, yəni ayənin ikinci hissəsi birinci hissəsinin təfsiridir. Birinci hissəsinin təfsiridir və düz deyir alimlər. Və minhum mən hadallahu, Allah onlardan kimlərini hidayət etmiş, və minhum mən haqqad alayhi dalalə. Kimlərinin də üzərinə zəlalət haqq olmuşdur. Fətədəbbər, fikirləş deyir bu haqda. وَدَلَّتْ هَذِهِ الْآيَةُ عَلَى أَنَّ الْحِكْمَةَ فِي إِرْسَالِ الرُّسُلِ. Deyir bu ayət dəlalət edir ki, rəsulların göndərilməsində hikmət dəvətuhum məmhum ilə ibadətillahi vahdə və nəhyu an ibadəti mə sivahu. Rəsulların göndərilməsində hikmət tək olan Allaha ibadətə dəvət etmək və Allahdan başqasına ibadəti qadağan etməkdir. Və ennə həzə huvəd-dinul ənbiyəi vəl-mursəlin. Bu da deyir, nəbilərin və rəsulların dinidir. Və in ixtələfət şəriətuhum. Şəriətləri müxtəlif olsa belə, bu, bütün nəbilərin və bütün rəsulların dinidir. Allah Azze və Cəllə buyur ki, لِكُلِّ جَعَلْنَ مِنْكُمْ شِرْعَةً وَمِنْهَاجًا. Biz onların hər birinə bir şəriət və mənhəz qoyduq. Bəli, şəriətlər müxtəlifdir. Lakin rəsulların göndərilməsində olan hikmət hamıda ittifaqdır. Daha sonra Allah Subhanahu taalanın növbəti ayəsini gətirir müəllif. Yəni bu fəslə üçüncü dəlil.
Allah Azze ve Celle buyurur ki: "Ve qada rabbuka" Rəbbin qada hökm etdi. "Əllə ta'budu illə iyyahu" Ondan başqasına ibadət etməməyi. "Və bil valideynə ihsanən" və valideynlərə yaxşı davranmağı. "İmmə yəbluğanna indəkəl kibərə" Əhduhuma əv kilahuma. Onlardan birisi və hər ikisi qocalıq anında sənin yanında olsalar, fələ təqul ləhumə uffin, onlara uf belə demə, və lə tənhərhumə və onları azarlama, və qul ləhumə qavlən kərimən, onlara gözəl bir söz de. Vəxfid ləhumə cənəhəl zulli minər rəhməti, rəhmət qanatlarını onların üzərinə indir. Və qul rabbirhəmhumə və de, Rəbbim onlara rəhm et, kəmə rəbbəyəni səğirən. Necə ki, mən balaca ikən onlar mənə rəhm etdi. Mücahid deyir ki, və qada rabbuka, Rəbbin qada etdi. Yəni, vassa, yəni vəsiyyət etdi. Vəsiyyət. Vəsiyyət tam oturur yerinə. Və qada rabbuka. Vəsiyyət nə deməkdir? Vəsiyyət necə olur? Şifahi olur ya yazılı? Deməli, lap güclüdür bu, yaz. Yəni, və qada rabbuka dönə-dönə. Və qada rabbuka vəsiyyət. Vəsiyyət nəyi vəsiyyət etdi? Yalnız mənə ibadət etməyi. Və kəzə qara Ubey ibn Kəb və ibn Məsud və qeyruhumə. Yəni, Ubey ibn Kəb və ibn Məsud elə bu cür oxuyurdu. İbn Cərir Ət-Tabari İbn Abbasdan və qada rabbuka yəni əməra. Yəni, və qada rabbuka Rəbbin qəda etdi. Yəni, əmr etdi. Allah subhanahu ta'ala insanlığa deyir, mən əmr edirəm, yalnız mənə ibadət edin. Əllə tə'budu illə iyyəhu. Yəni, ibadət etməyin, yalnız Allaha ibadət edin. Vəl-mə'nə ən tə'buduhu vəhdəhu dunə mə sivəhu. Yəni, bunun mənası nədir? Yəni, Allahdan başqasına deyil, Allaha ibadət edin. Və bu da La ilahə illallah kəlməsinin mənasıdır. Və qalə Alləmə İbn-i Qeym rahiməhullah Ən-nəfyül məhdu leysə təvhidən. Sırf inkar etmək, tövhid deyil. Misal, sən deyərsən ki, yəni, məbud yoxdur. Məbud yox. Və yaxud da əl-isbatu dunə nəfyu. Yəni, nəfsiz, yəni, qadağasız isbat etmək də özü-özlüyündə tövhid deyil. Və lə yəkunu tövhid illə mütədəmminən lil-nəfyi vəl-isbat və həzə huvə haqiqətü tövhid. Deyir ki, tövhid olmaq üçün %100 ikisi də olmalıdır. İnkar və isbat. Və bu da deyir, tövhidin həqiqətidir. Fikir verin, və bil valideynə ihsanən deyir Allah Taala. Yəni, valideynlərinizə yaxşılıq edin. Ey və qada ən tuhsinu bil valideyn ihsanən kəmə qada bi ibadəti vəhdəhu la şərikə ləh. Yəni, Allah necə ki, vəsiyyət edib, hökm edib, əmr edib ki, yalnız ona ibadət edin, eləcə də vəsiyyət edib, əmr edib və hökm edib ki, valideynlərinizə yaxşılıq edin. Necə Allah Taala başqa bir ayəsində buyurur ki, Ənişkirli və livalideyk iləyyəl məsir. Yəni, mənə və valideynlərinizə şükr edin. Fikir ver, Allah Taala həm özünə, həm valideynə şükr etməyə deyir ayədə. Həmçinin bundan qabaqki ayədə də nə deyir? Hökm verdim, vəsiyyət etdim, əmr etdim ki, mənə ibadət edin. Həmçinin hökm verdim, vəsiyyət etdim, əmr etdim ki, valideynlərinizə qarşı yaxşılıq edin. Allah Azza və Cəllənin hər şeyi necə incə hesaba aldığını və bu ayədə yəni bildirir Allah Taala. Necə? Bax, fikir verin, ayə necə başlayır? İmmə yəbluğannə indəkəl kibərə. Onlardan biri və ya hər ikisi sənin yanında qocalıq vaxtına çatarsa, فَلَا تَقُلْ لَهُمَ اُفٍّ وَلَا تَنْهَرْهُمَ. Onlara uf belə demə, nə də onları azarlama.
Yəni Allah Taala fikir verin, gələcək açıqlaması gələcək. Yəni Allah Taala fikir verin, nəyə görə məhz qocalığı zikr edir ayədə? O deməkdir ki, cavan vaxtı belə deyə bilərsən və ya azarlaya bilərsən. Cavan vaxtı sən zaten bunları eləyənmirsən. Gücün çatmır axı valideynə. Zaten eləyənmirsən bunu. Eləmək istəsən belə şillərini qoyur qulağının dibindən gəlib otursan qıraqda. Fikir ver, Allah Taala burada da incəliyi hesablayıb. Qocalığa çatanda haldan düşüb axı bu. Onlara belə demə. Nə də ki onları azarlama. Ey la tusmihuma qawlan sayyan. Yəni azarlama, yəni onlar səndən pis bir söz eşitməsin. Hətta la təəffif əlləzi huwa adna maratibil qawli say. Yəni hətta belə demə, hansı ki o pis sözlərin içində ən aşağısıdır. Və la tenherhuma, onları azarlama. Yəni la yastur minka ilayhi fi'lun qabih. Yəni sən tərəfdən onlara qarşı pis bir feil çıxmasın. Azarlama o deməkdir. Yəni sən tərəfdən onlara qarşı pis bir feil çıxmasın. Kama qala Ata ibn Abi Rabah la tanfudu yedaka ala valideyk. Yəni sən valideynlərə qarşı əlin qalxmasın. وَلَمَّا نَهَاهُ عَنْ فِعْلِ الْقَبِيحِ وَالْقَوْلِ الْقَبِيحِ أَمَرَهُ بِفِعْلِ الْحَسَنِ وَالْقَوْلِ الْحَسَنِ. Elə ki Allah Taala pis bir feil və pis bir sözü qadağan etdi, əmr etdi yaxşı feili və yaxşı sözü. Nə dedi? Və qul lehuma qawlan kariman. Onlara gözəl söz de. Waqfid lehuma canaha zulli minər-rəhməti. Onlara rəhmət qanadını altına al. Onları rəhmət, yəni təvazükar ol onlara qarşı. Təvazükar ol. Və qul rabbirhamhuma. Və de ki Allahım onlara rəhmət et. Allah Taala burada nəyə öyrədir? Ey evlad, valideynlərə dua et. Yəni ey evlad, valideynlərə dua et. De ki Allahım onları bağışla. Ey fi kibarihimə və ində vəfatihimə. Yəni onlar qocalıqda da onlara rəhm et, vəfat etdikdə də onlara rəhm et. Qawlan kərimən nə deməkdir? Yəni yumuşaq və gözəl sözdür onlara. Kəmə rəbbəyəni səğiran. Necə ki mən balacaydım, onlar mənə rəhm etdi. Rəhm etdi də, balacasan, altını batırsan yuyurlar, acırsan yedizdirlər. Bu rəhm deyil. Rəhmdir. Sünnədə bir çox hədislər varid olub valideynlərə yaxşılıq etməkdən. Onlardan bir ikisini zikr edək. Peyğəmbər sallallahu aleyhi və səlləm minbərə çıxanda 3 dəfə əmin deyir. Əmin, əmin, əmin. Və qalu ya Rasulullah ələ mə əmmənət. Deyirlər ki, sahabələr, ey Allahın Rəsulü, sən nəyə amin dedin? Və qal ətəniyel Cibril. Deyir, Allah Rəsulü deyir ki, Cəbrail yanıma gəldi və qal, ya Muhammed, və dedi, ey Muhammed, raqimə ənfə imrin zəkərsə indəhu fələm yusalli aleyh. Sən zikr olunduğun yerdə sənə salavat deməyənin burnu yerlə sürünsün. Və mən də əmin dedim. O əmin dedi və mən də əmin dedim. Sonra dedi ki, raqimə ənfə imrin dəxəl aleyhi şəhr Ramadan thumma xarəcə və ləm yuxfər ləhu. Deyir ki, Ramazan ayı daxil olub və ondan bağışlanmadığı halda çıxanın burnu yerlə sürünsün. O əmin dedi, mən də əmin dedim. Daha sonra Cəbrail buyurur ki, raqimə ənfə imrin ədrəkə əbəveyh əbuhu əv əhəduhumə fələm yudxiləhul cənnə. Deyir ki, atasına və ya anasına və ya hər ikisinə qovuşduğu halda, yəni yanındadır, lakin cənnətə daxil ola bilməmsən. Həmin adamın deyir, burnu yerlə sürünsün. Mən də deyir, əmin dedim. Həmçinin başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki,
Ragima anfu, thumma ragima anfu, thumma ragima anfu. Raculun adraka validey əv əhaduhuma fələm yədxuləl cənnətə. Allah Nəbisi sallallahu aleyhi ve sellem deyir ki, burnu yerlə sürünsün. Sonra burnu yerlə sürünsün. Sonra burnu yerlə sürünsün. O kişi ki, valideynin birinə və ya hər ikisinə çatıb, yəni sağdır, lakin bununla yanaşı o cənnətə daxil olmur. Yəni valideynlərinə yaxşılıq eləmir. Həmçinin başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Ələ unəbbiikum bi əkbəril kəbəir. Sizə ən böyük günahlardan birini xəbər verimmi? Qulnə yə, bələ ya Rasulallah. Sahabə deyir ki, bəli. Allah Nəbisi deyir ki, Əl-işraku billahi və uququl valideyn. Allaha şirk qoşmaq və valideyn üzünə ağ olmaq. Və kənə muttəkən və cələz. Allah Rəsul deyir, bu söz deyəndə söykənmişdi, sonra oturdu. Ələ və qovlu zur, ələ və şəhədəti zur. Bilin, yalan söz, pis söz və yalan şahidlik və pis şahidlik də bunun içindədir. Deyir, bunu o qədər təkrarladı ki, mən dedim, kaş ki susaydı. Həmçinin başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Rida Rabbi fi rədəl valideyn. Rəbbin razılığı valideynin razılığının yanındadır. Və səxətəhu fi səxəti valideyn. Rəbbinin qəzabı da valideynin qəzabının yanındadır. Həmçinin başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Bəni Sələmədən bir qrup daxil olur. Deyir ki, Allah Rəsuluna, Həl bəqiyə minəl bərri əbəvəh, yə şeyun əbərruhumə bihi bə'də mevtihim. Yəni, yaxşılıqlardan elə bir yaxşılıq qaldı mı ki, mənim valideynlərim öldükdən sonra onları edim. Allah Nəbisi deyir, Nəəm, səlatu aleyhimə vəl istiğfaru ləhumə. Onlara dua et, onlara istiğfar et. Sonra deyir ki, onların verdiyi əhdləri yerinə yetir. Və onlar ilə nə ki bağlanır, həmin şeyləri bağla. Yəni, qohumluq əlaqələri. Və onların dostlarına ikram et. Yəni, valideynlərin dostlarına ikram et. Daha sonra müəllif növbəti ayəni gətirir dəlil olaraq, yəni bu fəslə. Allah Azze və Cəllə buyurur ki, وَعْبُدُ اللّٰهَ وَلَا تُشْرِكُ بِهِ شَيْئًا. Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. Alimlər buyurur ki, ən böyük əmir tövhiddir və ən böyük qadağa da şirkdir. Və dəlil də bu ayəni gətirirlər. Va'budullah, yəni Allaha ibadət edin və la tuşriku bihi şeyən və ona heç bir şeyi şərik qoşmayın. İbn Kəsir bu ayədə buyurur ki, Allah Azze və Cəllə öz qullarına şəriyi olmayan, tək olan Allaha ibadət etməyə, yəni özünə ibadət etməyə əmr edir. Çünki Allah Taala onların yaradanı və ruzi verənidir. Onlara neymət verəndir. Hər bir hallarda qullarına lütf edəndir. Ona görə də Allah Taala onlar tərəfindən haqlıdır ki, yalnız o qullar ona ibadət etsin və ona heç bir şeyi məxluqatdan şərik qoşmasınlar. Yəni, Allah Əzzə və Cəllə insanlığa xitabən əmr edir ki, Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. Düşünən bugün günlük bəhs edər. Allah Subhanahu taala bizi tövhid əhlindən etsin, tövhidi təhqiq edənlərdən etsin və ona dəvət edənlərdən etsin. Barakallahu fikum. Selamun aleykum və rahmetullahi və barakatuhu.